Məcəlləsinin 120.2 digər iş materialları ilə tam sübuta yetirilir. ...2022-ci il sentyabrın 6-sında Bilgah qəsəbə sakini 16 yaşlı Hüseynağa Şeydabeyevin itkin düşməsi ilə bağlı Sabunçu rayon 14-cü polis bölməsinə müraciət olunub. İstintaq əməliyyat tədbirləri ilə müəyyən edilib ki, qızı ilə sevgi münasibətində olan yeniyetməni qonşusu Babək Quliyev boğaraq öldürüb. Sonra o idarə etdiyi avtomaşınla Lökbatan qəsəbəsinə gəlib və oğlanın meyidini Sədərək Ticarət Mərkəzinin arxasındakı boş ərazidə bastırıb. Sabunçu rayon 14-cü polis bölməsinə Bilgah qəsəbəsi Rəsul Rza küçəsində yerləşən nömrəsiz evdə yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabeyevin sentyabrın 6-sında müəmmalı şəraitdə yoxa çıxması ilə əlaqədar müraciət daxil olub. Aparılmış araşdırma nəticəsində bir neçə gündən sonra həmin qəsəbədə yaşayan 1968-ci il təvəllüdlü Babək Quliyev etiraf edib ki, əvvəl dəniz kənarında yeniyetməni döyüb, sonra isə boğaraq öldürüb. Sentyabrın 12-sində baxış keçirilməsi protokolundan görünüb ki, Hüseynağa Şeydabeyevin meyidinin bastırıldığı yer Qaradağ rayonunun Lökbatan qəsəbəsi Sədərək Ticarət Mərkəzinin arxa hissəsində yerləşən boş ərazidir. İfadəsinin yoxlanılması zamanı şübhəli şəxs bildirib ki, cəsədi su kəninin yanındakı çuxura ataraq üstünü torpaqla örtüb. Çuxurun dərinliyi təxminən 2 metrdir. Meyit göstərilən yerdən qazılaraq çıxarılıb. Quliyev Babək Mixail oğlunun ifadəsinin dəqiqliyini və düzgünlüyünü müəyyən etmək məqsədi ilə onun ifadəsində qeyd etdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ünvansız daş karyeri adlanan əraziyə gəlmişik. İfadənizdə qeyd etmişsiniz ki, Şeydabayev Hüseynağa İlqar oğlunu Bakı şəhəri Sabunçu rayonu Bilgah qəsəbəsində öldürdükdən sonra onu Bakı şəhəri Qaradağ rayonu ərazisinə bu əraziyə gətirib bastırmışsınız. Hansı yaman? Göstərin indi burada. Burada yağma var. Burada yaxınlaşın siz. Yaxınlaşın. Burada yağma var. Yeri də çəkin. Burada bastırmışsınız meyidi. İndi buraya əgər biz qaçsaq, yəni burada meyid aşkar olunacaq deyirsiniz. Bəli. Ha, budur. Da lazımdır. Gətir. Bir dəqiqə dayan, dəymiyor. Sürüyü və soyulub ayağının altısını. Sürmən mayası da olar. Çok uşağı değil mi? O sürmədən elə olur. Baş hissəsi görsənsin. Ha, aradı başı da. Başımız düştü.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə müayinə zamanı Hüseynağa Şeydabeyevin boynunda strangulyasiya şırımının olması müəyyən edilir. Ölümünə boyun üzlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub. İstintaqla müəyyən edilib ki, Babək Quliyev qızı ilə sevgi münasibətində olan görüşmək məqsədi ilə gizlin onun evinə gəlmiş Hüseynağa Şeydabeyevin hərəkətlərindən xəbər tutub. Avqustun 26-sında zəng vurub qızı ilə bir daha görüşməməsi və onun yaşadığı ünvana gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, sentyabrın 6-sında axşam Hüseynağa evin heyətinə gəlib. Bunu görən Babək Quliyev yeniyetməni tutub qaraja salıb. Xəbərdarlıq etməsinə məhəl qoymadığı üçün qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Qarajdan götürdüyü iplə oğlanın əl-qolunu ön hissədən bağlayaraq onu istifadəsindəki Toyota markalı avtomobilin arxa oturacağına yerləşdirib. İradəsinə zidd olaraq sərbəst hərəkət etməyə imkanını məhdudlaşdırmaqla onu sentyabrın 7-si gecə saat 1 radələrində dəniz kənarına aparıb. Orada maşından düşürtüb, fiziki cəhətdən müqavimət göstərmək iqtidarında olmayan Hüseynağa Şeydabeyevin üzünə və bədəninin digər nahiyələrinə sillə və yumruqla zərbələr vurub. Niyyətini başa çatdırmaqdan ötürü ipi boğazına dolayıb sıxaraq zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Babək Quliyev bildirib ki, anadan olduğu Gədəbəy rayonundan 1976-cı ildə Bakı şəhərinə köçüb. 1990-cı ildən etibarən Bilgah qəsəbəsi, Səməd Vurğun küçəsi 10 ünvanında yaşayıb. 2 dəfə qeyri-rəsmi nikahda olub. 2005-ci ildə rəsmi qaydada Gülnar Quliyeva ilə ailə qurub. Nikahlarından 3 övladları dünyaya gəlib. 2022-ci il avqustun 25-i gecə saat 2 radələrində evin həyətindən səs gəldiyini eşidib. Bir oğlanın hasardan tullandığını görüb, dərhal həyətdən küçəyə çıxıb və onu tutub. Üzünə 2 dəfə sillə vurub, oğru olduğunu zənn etdiyi üçün evdən nə oğurladığını soruşub. O isə bildirib ki, adı Hüseynağadır. Qızını sevdiyi üçün evə gəlib, fikri ciddidir və onunla evlənmək istəyir. Cavab olaraq ona, siz hələ uşaqsınız, evlənən yaşınız deyil. Böyüyüb iş sahibi olduqdan sonra el adəti ilə elçi gələndə qızı sənə verib verməyəcəyin barədə fikirləşərəm söyləyib. Növbəti gün bu barədə arvadına danışanda Gülnar 2 ay əvvəl evlərinin həyətində onu tutduğunu və bir daha gəlməyi qadağan etdiyini bildirib. O Hüseynağanı tutanda elə bilib ki, oğlan sadəcə olaraq övladını görmək üçün ilk dəfə həyətinə girib. Lakin yoldaşının sözlərindən sonra başa düşüb ki, həmin şəxs bir neçə ay gəlirsə, çox güman ki, qızı da onunla danışır. Digər uşaqları kimi hazırlıq məşğələlərinə getməsi üçün qızını da Qara Qarayev metrosunun yanındakı evlərinə aparıb qoyub. Qızını sorğu-sual etdikdə onun Hüseynağı ilə görüşdüyünü öyrənib. Buna görə oğlana zəng edib onu görüşə çağırıb. Görüşməkdə məqsədi Hüseynağanı son dəfə tənbih etmək olub. Bundan sonra qızına telefondan istifadə etməyi qadağan edib. Günorta Hüseynağı ilə görüşərək onu öz maşını ilə yaşadığı qəsəbədə boş əraziyə aparıb. Avtomobildən düşürdüb, qızından əl çəkməsini tələb edib və üzünə yumruqla zərbə vurub. Ümumiyyətlə hadisə necə baş vermişdir? Bu əvvəlcədən ifadənizdə qeyd etdiyiniz kimi hadisəni bir daha bizə danışın, zəhmət olmasın. Ayın 25-i ya 26-sında avqust ayında. Bəli. Gecə həyətdən səs gəlirdi. Bəli. Gördüm səs gəlir. Çıxdım və bunu həyətdə tutdum. Hasardan qaçmaq istəyirdi. Əvvəl oğru bildim. Bunu şillələdim. Sonra başladı ağlamağa ki, dayı mən oğru deyiləm. Mən sizin qızınızı sevirəm. Mən də oturtdum onu başa saldım ki, oğlum, nə onun ərə gedən yaşıdır, nə sənin evlənən yaşındır. Mən onu sevirəm. Dedim onda get, işlə güclə məşğul ol, bir sənət yiyəsi ol, yaşın düzələr, gəlib qapımı döyərsən, ondan sonra baxarıq da sənə verməli qızım var, mənim ya yox. Ulan mənim əllərimdən öpdü, dayı, əmi qurban olum.
telefon nömrəsini verdi mənə. Hər vaxt zəng elə, görəcəksən ki, mən avara-avara gəzmirəm. Və bir daha bu həyətə girmərəm. Bu hadisə olub ayın 25 avqust. 25 ya 26-da 25 ya 26 avqust. Bunu Ondan sonra apardım, Hüseyn ağa. evlərinin qabağında düşürtdüm və biz ayrıldıq. 3-4 gün keçəndən sonra belə götürdüm, yığdım bunu. Evə gəldim, evdə qıza dedim ki, qızım, bəs bu nə hərəkətdir, niyə belə? Qıza dedi ki, biz bir-birimizi sevirik, mən onsuz yaşayan deyirəm. Dedim, onda qoy nəzarətdə saxlayayım, avaralanmasın, giz-giz hərəkətlər eləməsin. 4-5 gün keçəndən sonra yığdım bunu, dedim, məşqdən gəlirəm. Dedim, oğlum, bəs ciddi ol biraz, məşqini elə, bir iş tap. Yəni, ailə dolandırmaq iki zamanədə çətin bir şey. Oldu, əmi, oldu. Sonra yenə ayın 2-si idi, 3-ü idi, zəh vurdum buna. Dedi, əmi, evdəyəm, anam da yanımdadır, hamı. Dedim, bəs nə qərara gəldin, qızdan əl çəkirsən mi sən? Dedi, yox, əl çəkmirəm, fikrim də ciddidir. Avqustun 28-də atası vəfat etdiyindən başları yas məclisinə qarışıb. Sentyabrın 6-sı saat 21 radələrində işdən evə gəlib. Təxminən 2 saatdan sonra heyətdə qolundan tutub saxladığı Hüseyn ağadan niyə gəldiyini soruşub. Xəbərdarlığına məhəl qoymadığı üçün əsəbləşib və onu qaraja salıb. 1-2 sillə vurub, iplə əllərini bağlayıb. Qızı ilə aralarında nə kimi münasibətin olması, nə vaxtdan danışmaları və harda görüşmələri barədə verdiyi suallarına Hüseyn ağa cavab verməkdən yayınmağa çalışıb. Xoş danışmaqla kişi kimi səmimi olmağı və hər şeyi açıqlayacağı təqdirdə qızı ilə danışmasına icazə verəcəyini bildirib. Oğlan maşının arxa oturacağına əyləşib. Avtomobili idarə edərək dəniz kənarına gəlib. Maşından düşəndən sonra yenə Hüseyn ağanı sorğu-sual edib. Oğlan qızı ilə fevral ayında tanış olduğunu bildirəndən sonra bərk əsəbləşib və onu döyməyə başlayıb. Yerə yıxılan Hüseyn ağanın üzərinə oturub, ipi boğazına keçirib və nəfəsi kəsilənədək onu boğub. Uşaqlar hazırlığa gedirlər, oğlum idmana getdiyi üçün onu da aparmışdım, tezdən məşğul olmalıdır. Ora çatanda dedi ki, kimanım qalıb. Mən bir 20 dəqiqədə də oturdum, çay içəndən sonra qayıtdım kimanımın dalına. Evə qayıtdı. Evə qayıtdım. Ev harada yerləşir? Bilgəh qəsəbəsinə evə qayıtdım. Qapını açdım, darvazanı öz açarım. Bəli. İçəri girəndə Hüseyn ağanı içəridən evdən çıxan görürdüm. Bəli. Və onu tutdum, 1-2 şillə vurdum. Nəyə görə Hüseyn ağaya şillə vurdu? Nədən şübhələndiniz yəni? Biz danışmışdıq onunla ki, o heç vaxt bir də mənim həyətimə girməyəcək. Üzbəyir gələndə də şok vəziyyət. 6 sentyabrda. 6 sentyabr. Saat neçə idi bu siz? Təxminən 11. Təxminən axşam saat 11 radələrində. Axşam saat 11 radələri. Evin həyətindən çıxanda gördünüz. Sonra nə baş verdi? Nə etdiniz? Sonra mən bunu şillələdim. Hüseyn ağanı. Hüseyn ağanı. Tək idi o həmin vaxt. Hə, tək idi, bəli. Apardım qaraja. Orada bunu əllərim bağladım. Dedim, indi neyiniyim sənlə? Əmi, mən sevirəm, mən ayrılmayacam, nə eləməyəcəm. Dedim, qorxudum bunu. Bindirdim maşına. Sonra baxdım qarajda ifsad var. Onu qorxutmaq məqsədimlə ipi də götürdüm. Kilim var idi, onu da götürdüm. Əlimə nə keçirdi, onu götürdüm. Skoçu götürdüm. Əlimə nə keçdi, onu götürdüm. Apardım onu dənizin qırağına. İfadənizdə qeyd edirsiniz ki, əllərini, ayaqlarını skoçla bağlamışam. Bağlamışdınız əllərini? Bəli. Qarajda bağladınız elə əllərini, ayaqlarını? Əlini qarajda bağladım. Qalan hamısını dənizin qırağında elədim. Əlini qarajda bağlayandan sonra necə apardınız bəs dəniz qırağına? Arkada oturdu, mən də bunu danlayırdım. Bir kəlmə də dilləmədim. Hansı maşında, sizə məxsus hansı maşın, hansı dövlət nömrə nişanlı, hansı markalı 90 maşın? MP 757 nömrəli Prado. Avtomobilin markası Prado markalı avtomobilinə. Həmin avtomobilini apardınız, hara apardınız? Bilgəhə dənizin qırağına. Orada yenə buna şey elədim ki, bəs əl çək də, olmaz belə. Bəs adam adamın həyətinə düşməz. Bir hadisə baş verər, vuraram səni, bədbəxtçilik olar. O qayıtdı ki, onsuz da mənə ayıra bilməyəcəksən. Dedim, başa düşə bilmədim. Nə edəcəksən sən? Mən də onda dözmədim.
Başladım döymeye. Ne kadar döydüm. Nə ilə vurdunuz onu? Yumruqla, təpiklə. Sonra nə ediniz? Sonra getdim bagajdan, yere yıxılmışdı bu. İpi götürdüm, iplə boğdum bunu. İplə boğanda ələ ölməmişdi də. Yəni çünki yumruq şeylə Bilmirəm onu da. Mən o vəziyyətdə idim, şok vəziyyətində. Öldüyünü gördükdən sonra peşmançılıq hissi keçirib, lakin tutulacağından qorxduğu üçün meyidi gizlətmək qərarına gəlib. Əllərini, ayaqlarını yapışqan lent və iplə bağlayıb, cəsədi qatlayıb, onu xalçaya büküb avtomobilin yük yerinə qoyub. Sonra Qarayev metrosunun yanındakı evinə gedib və yoldaşını götürüb Bilgəhə gətirib. Gülnara hadisə barədə heç nə deməyib. Evlərinə çatandan sonra stressdən yata bilməyib. Səhərədək meyit maşının bagajında qalıb. Saat 8 radələrində Lökbatan qəsəbəsinə Sədərək Ticarət Mərkəzinin arxasındakı boş əraziyə gəlib. Günortayadək gözləyib, ətrafa nəzər yetirib ki, meyidi şahidsiz bastıra bilsin. İnsanların azaldığını gördükdən sonra cəsədi avtomobilin yük yerindən götürüb çuxura atıb. Asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökərək meyidin üstünü tamamilə örtüb. O, ticarət mərkəzinə aid traktorların təmiri işi ilə məşğul olduğu üçün onların açarları bəzən onda qalıb. İplə boğdunuz, ondan sonra nə ediniz? Öldüyünə əmin oldunuz, yoxsa Yox, mən artıq hərəkətsiz idi? Yəni hərəkətsiz idi. hərəkətsiz qaldığını görəndən sonra Hərəkətsiz nə qalandan ediniz? sonra kilimə bükdüm, onu maşına qoydum. Sonra nə ediniz? Sonra maşında gəzdirdim. Səhərsi gətirdim bu əraziyə. Burada boş yer var idi. Bu ərazi, yəni Qaradağ Qaradağ rayonunun rayonu bu Lökbatan qəsəbəsi. Bu Sədərək Ticarət Mərkəzinin çıxışına. Sədərək Ticarət Mərkəzinin çıxışına. Bu ərazini hardan tanıyırdınız? Burada mən asfalt işlərini görürəm, texnikada işlərini. Ona görə ərazini tanıyıram. İşinizlə əlaqədar, yəni tanıyırdınız buranı. İşinə əlaqədar. Gətirdiniz, nə ediniz bura? Həmin idarə etdiyiniz avtomobillə gəldiniz bura. Bəli. Gətirdiniz, nə ediniz? Göstərin. Gətirdim, sakitcə bunu düşürtdüm yerə. Dedim görən olmasa. Sonra bunu düşürtdüm, yavaşca itələyib saldım yağmanın içinə. Bundan sonra yaşadığı evə qayıdıb. Hadisə haqda heç kimə məlumat verməyib. Cinayəti törətdiyini etiraf etməzdən əvvəl 1-2 dəfə 14-cü polis bölməsinə çağırılıb. Sorğu-sual olunarkən tutulmasını istəmədiyindən polis əməkdaşlarını aldatıb. Axırıncı dəfə dindirilərkən Hüseyn ağanı öldürüb, əvvəl meyidini dənizə atdığını, sonra isə Lökbatanda bastırdığını bildirib. Babək Quliyev qeyd edib ki, Hüseyn ağanı öldürməyi planlaşdırmayıb və cinayəti təsadüfən törədib. Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Şeydabeyeva ifadəsində göstərib ki, anası və qardaşı Hüseyn ağa ilə birlikdə Bilgəh qəsəbəsində yaşayıb. Qardaşı 142 nömrəli orta məktəbdə oxuyub. 2022-ci ilin avqust ayında bacısının sözlərindən bilib ki, Hüseyn ağa Instagram sosial şəbəkəsində bir qızla yazışır. Avqustun 25-də evdə olanda qardaşı paltarları toza bulaşmış və özü döyülmüş halda içəri girib. Nə olduğunu soruşanda Hüseyn ağa deyib ki, tanışdığı qızın atası onu evə çağırıb və döyüb. Polisə şikayət etmək lazım olmasını bildirsə də qardaşı bunu etməyib. Sentyabrın 6-sında Hüseyn ağa kiminləsə telefonla danışandan sonra deyib ki, qızın atası onu evlərinə çağırır. Ona ora getməməsini və ümumiyyətlə həmin qızla danışmamasını tapşırıb. Özü çox yorğun olduğundan yatıb, səhər işə gedib. Axşam qaydanda anası Hüseyn ağanın gecədən evdən getdiyini və telefon nömrəsinə zəng çatmadığını bildirib. Buna görə o Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, qardaşının danışdığı qızın evinə getməsi və geri qayıtmaması haqqında məlumat verib. Sonra anası ilə bölməyə gedib ərizə yazıblar. Araşdırma nəticəsində onlara məlum olub ki, qızın atası Babək Quliyev Hüseyn ağanı qətlə yetirib.
Şahid Gülnar Quliyeva ifadəsində göstərib ki, sentyabrın 7-si gecə saat 3 radələrində həyat yoldaşı evə gələrək onu yuxudan oyatıb və qayıdaq Bilgah qəsəbəsindəki evimizə deyib. Səhər yuxudan duranda Babəkin artıq evdə olmadığını görüb. Axşam Hüseyn ağanın bacıları və anası gələrək güya oğlanı hardasa gizlətdiklərini və ona nəsə etdiklərini söyləyiblər. Cavab olaraq yoldaşı Hüseyn ağanın harda olmasını bilmədiyini deyib. Amma qadınlar mübahisə edib onların yalan danışdıqlarını və şikayət edəcəklərini bildiriblər. Ayın 8-də polis əməkdaşları 14-cü bölməyə aparıb hadisə ilə əlaqədar onları sorğu-sual ediblər. Növbəti gün Babək Hüseyn ağanı öldürdüyünü etiraf edib. Hadisə olan gecə Qarayev metrosunun yanından Bilgəhə qayıdarkən ərinin avtomobilində meyit olmasını bilməyib. Şahid Pikə Şeydabeyeva ifadəsində göstərib ki, oğlu Hüseyn ağa may ayından bir qızla danışıb. Günlərin bir günü oğlu həmin qızı evlərinə gətirib onunla tanış edib. Sentyabrın 7-si gecə saat 2 radələrində yuxudan oyananda oğlunun evdə olmadığını görüb. Səhərə qədər nömrəsinə ardıcıl zəng etsə də telefonu sönülü olub. Axşam qızın evinə getdikdə Babək Quliyev qapını açmayıb. Bir neçə gündən sonra onlara Hüseyn ağanın öldürülməsi məlum olub. Oğlu həmişə deyib ki, hərbi xidmətə gedib qayıdandan sonra həmin qızla evlənəcək. Buna görə onların fikri olub ki, əskərlikdən sonra Hüseyn ağa üçün toy etsinlər. Şahid qismində dindirilmiş Babək Quliyevin qızı ifadəsində göstərib ki, Hüseyn ağa Şeydabeyevla eyni məktəbdə oxuyublar. 2022-ci ilin fevral ayında həmin oğlan Instagramda ismarıcılar yazıb ondan xoşu gəldiyini bildirib. Mart ayından görüşməyə başlayıblar. O hazırlıq dərslərinə gedəndə Hüseyn ağa arxasınca gəlib. Aralarındakı sevgi münasibətindən ailə üzvlərinin məlumatı olmayıb. Bir dəfə Hüseyn ağa onu evlərinə dəvət edərək anasına sevdiyi qız kimi təqdim edib. Avqustun 25-də Qarayev metrosunun yanındakı mənzildə olanda atası yanına çağırıb deyib ki, oğlanla tanışdığını və görüşdüyünü bilirəm. Hüseyn ağaya zəng etməsini tələb edib. Bundan imtina etdikdə atası ona sillə vurub. Atası onun telefonundan zəng edib Hüseyn ağanı söyüb və onunla görüşməsini bildirib. Səhərsi gün oğlan öz şəkillərini çəkib şəbəkə vasitəsilə ona göndərib. Baxanda həqiqətən Hüseyn ağanın üz nahiyəsində qızartı və şişkinlik olduğunu görüb. Sentyabrın 7-sində axşam Hüseyn ağanın bacıları və anası yaşadığı evə gələndə onların qarşısına çıxmayıb, səs-küy eşidib. Onun bibiləri ilə həmin qadınların arasında mübahisə yaranıb. Növbəti gün onu, valideynlərini və bibisini polis bölməsinə aparıblar. Orada izahatlarını alıb buraxıblar. Ayın 9-da onları təkrar bölməyə çağırıb yenidən sorğu-sual ediblər. Sonra bilib ki, atası gecə Hüseyn ağanı maşına otuzdurub harasa aparıb və orada öldürüb. Məhkəmə prosesində Babək Quliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərər çəkmiş şəxsi öldürmək istəmədiyini və əməlindən peşman olduğunu qeyd edib. Təqsiri bilirsiniz, bilmirsiniz. Özünü təqsiri bilirsiniz. Belə başa çıxın. Öldürməkdə təqsiri bilirsiniz. O birisi maddə 45-də azalılıqdan onda bilir. Qismən təqsiri bilirsiniz. Öldürməkdə təqsiri. Məhkəmə isə nəzərdə çatdırır ki, siz əgər öldürməkdə məhkəmə də sizi təqsiri bilərsə, 14 ildən 20-yə qədər və yaxud ömürlü azadlıqdan məhkum etmə cəzası. O birisi maddə isə 5 ildən 10 ilə qədər azadlıqdan məhkum etmə cəzası təmin edilə bilər. Qızımla münasibəti olmasa, kimin evində? Qızım ora gedib gəlirdi. Bilirəm, qızım ora necə gedib gəlir, tanıyırdı o tərəfi qarşılaşır. Sən hardan bilirsən ki, orada gedib? Bir məktəbdə oxuyubdu. Bilirəm, səndə məlumat hardan idi ki, qızım ora gedib gəlir? Yəni, deyirsən ki, zərər çəkənin evində çəkiliş olur. Qızımdan soruşmuşsan, sən ki, orada çaydan konfet istəyirsən. Niyə heç ağlına gəlir? Oğlan sənə dəfələrlə deyib ki, mən
mən onu istəyirəm, mən onu sevirəm. Necə oldu onu öldürmək qərarına gəldin? Öldürmək kim olmuyor. Heç bir o vaxtda kişinin köpüyü öldürdü. Yaxşı, bir kişiyle deyirsən ki, bu əvvəllər vurdum, 4-5 dəfə vurdum, təzədən çıxartdım çölə, dedim ki, qızıma işim olmasın, düzdür. Bu dəfə niyə o bir kişiyle vurub çölə çıxartmadın? 50 qolunu bağlayıb aparmaq. Götürdüyün ipi, bax o Prada'nın arxasına ki, 50 qolunu bağlayıb qoyursan. Nə məqsədlə onun 50 qolunu bağlayıb? Qorxmaqla, düzdür. Necə qorxutdun? 50 qolunu almış düşdüm ki. Sonra nə elədiniz? Birində sözlə qorxutdun, qoydun maşını. Nə məqsədlə soruşurdun ki, bundan nəyə nail olmaq istəyirdin ki, bir də siz sənin qızından? Ama ben istəyirəm ki, əl çəkir. Yox, əl çək dedi, əl çəkir. Ümumi anlamda belə bir şey var ki, adam bir şişirlə vuran olsa, səhər sənin qızını necə verə bilərsən ki, körəkən döymüşsən? Sizin qızınız necə olur ki, bunların evinə gelib çıxır? Onu kim aparır? Ha? Yox, bilmirsən, rasta, sənin qızın gedib bunu evinə çıxırsa, hansı qız ərə getməmişdən qabaq istədiyi olan evinə gedir Azərbaycanda? Bircə dəqiqə, sakit ol, yerindən kimdir alacaq? Siz məhkəmə izah edin görünüm. Onu kim aparmışdı? Gəlib şikayət eləmişdi ki, mənə evlərini aparırlar. Sizə demişdi ki, mənə evlərini aparırlar, şikayət eləmişdi. Onurlamışlar onu. Əl-qolun bağlamışlar. Yox da əl-qolun aparsaydı sizə gəlib deyərdilər. Onda siz sizdən soruşdunuz ki, sən o evində deyə gelirsən. Onda var sizi de tutsun, boğub öldürsünlər. Zərər çəkmiş şəxsin hüquqi varisi bildirib ki, Babək Quliyevin qızı özü könüllü qardaşı ilə görüşüb. Hüseyn ağanın səhv hərəkəti olmayıb. O, təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Babək Quliyev Cinayət Məcəlləsinin 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə və 145.2.3-cü qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədib. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək cəzalandırılmalıdır. 2023-cü il sentyabrın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Quliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.